Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugünkü videomda tavada lülə kebab hazırlayıram və onun yanında isə ev üsulu yumuşaq lavaşlar bişirəcəm. Sizin üçün maraqlıdırsa videomuzu sona qədər izləyin. Yeməyimizi hazırlamaq üçün 2 ədəd soğanı doğrayıcı aparat vasitəsilə xırdalayıram. Siz ət maşınından da keçirdə bilərsiniz. Mən istəyirəm ki, soğan çox xırda olsun, bişəndən sonra ətin içərisində bilinməsin. Soğanın xırdalığını da sizə göstərirəm. Soğan çox xırda olmalıdır, dediyim kimi. Əti qarışdıracağım qaba 500 qram çək ət maşınından keçirdiyim qiyməni, mal ətidir məndə və 600 qram isə toyuğun filesinin qiyməsidir. Əlavə etdim. Üzərinə isə İstədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. Mən duz, qırmızı biber, qara istiot və biraz da sarı kök əlavə etdim. Daha sonra isə soğanı əlavə edirəm. Ətimi yaxşı yoğururam. Əti yaxşı qarışdırmaq lazımdır, yəni yoğurmaq lazımdır. Ən azı 5 dəqiqə əti bu formada mən yoğurdum. Ətin hazır olub olmamağını bu formada yoxlayıram və üzərini streçləyib soyuducuda 1 saat, ən azı 1 saat saxlayacağım. Ətimiz soyuducuda qaldığı müddətdə mən lavaşımın xəmirini hazırlayıram. Bunun üçün 4 stəkan ağ unu ələkdən keçirdirəm və üzərinə isə 1 dolu stəkan kəpəkli un əlavə edəcəm. Əlbəttə ki, siz bunun hamısını ağ unla da hazırlaya bilərsiniz. Ərzaqların miqdarını videonun alt hissəsində açıqlama bölümündə qeyd edəcəm. Götürdüyüm ilıq südü, suyu, duru yağı, şəkər tozunu və mayanı əlavə edirəm. Sonda isə duz əlavə edib xəmirimi yoğururam. Adi su ilə hazırlanan lavaşların xəmiri çox quru olur. Bişəndən sonra quruyur. Ancaq bunun içərisinə biz yağ, süd qatdığımız üçün İnanın ki, bu lavaşları heç islatmağa ehtiyac olmur. Bişəndən sonra da eləcə yumuşaq qalır. Ağzı qapalı bir qaba qoyub, yəni neçə gün istəsəniz saxlaya bilərsiniz. Yumuşaq bir xəmir alındı və bunu 1 saat mayalı xəmir olduğu üçün saxlayacaq. Tam da mayalanmağına ehtiyac yoxdur. Biraz xəmir özünə gəldi. Artıq mən xəmiri kündəliyirəm və 15-20 dəqiqədə kündədə saxlayacağım. Daha sonra isə yayıb bişirəcəm. Xəmirləri öz bişirəcəyiniz tavanın ölçüsünə uyğun hazırlayın. Üzərini örtürəm. Streçlə yenə də 20 dəqiqə saxlayacağım. Dəyərli izləyicilər, kanalımıza abunə olub bizə dəstək olsanız çox sevinərik. Videonun alt hissəsində zəng işarəsi var. Onu da aktiv edin ki, yüklədiyimiz videolardan anında xəbərdar olasınız. Kanalımıza abunə olmaq tamamilə ödənişsizdir. Yuxaların hamısını bir-bir yayıram və bir-birinin üzərinə yerləşdirirəm. Xəmirlər yapışmır, çünki tərkibində yağ var. İndi isə tavada bişirəcəm. Qazın altını orta dərəcəyə qoymuşam. Gördüyünüz kimi yuxalarım yavaş-yavaş bişir. Tərkibində yağ, süd olduğu üçün yuxalarım gördüyünüz kimi çox havalı bişir. İnanın ki, heç sac yuxasından da fərqlənmir. Sadəcə biraz ölçüsü kiçikdir və mən hamısını eyni üsulla bişirirəm. Bişdikcə isti-isti bir-birinin üstünə yığıram lavaşları və üzərini isə bir dəsmalla örtsəniz yaxşı olar. Tərkibində xəmirin kəpəkli un olduğu üçün də yuxaların çox gözəl ətri gəlir. 14 ədəd yuxam alındı. Biz buna həm yuxa deyirik, həm lavaş deyirik. Dəyərli izləyicilər, əziz xanımlar, siz necə adlandırırsınız? Yuxa mı, lavaş mı? Yorumlarda bizimlə paylaşa bilərsiniz. Lavaşların yumuşaqlığını sizə göstərmək istəyirəm. Yumuşaqdır. Heç bunu islatmağa da ehtiyac yoxdur. Lülə kebabımızı hazırlamaq üçün
Tavaya yağ tökürəm, yaxşı isinsin. Ona qədər əti əlimi duru yağa batırıram ki, ət əlimə yapışmasın. Və lülə kebabın formasına salıram. Mən hamısını hazırlayıram. Panuslara yığıb, daha sonra isə isti yağda qızardıram. Bişirməyə qoyanda isə üzərinə barmağımla biraz da forma verirəm. Siz bunu bıçaqla da edə bilərsiniz. Yani oradan eliyle. Lülə kebablarımız qızarır. Mən qızardıqca lavaşın üzərinə yığıram. Göründüyü qədər də dadı da çox dadlıdır, çox ləzzətlidir. Bir dəfə hazırlasanız, bu olacaq sizin ən sevdiyiniz yeməklərdən. Və qonaq süfrələriniz üçün də çox arxayınlıqla hazırlayıb təqdim edə bilərsiniz. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Bugün qışın ən soyuq günlərində öz bağçamızda lülə kebab və lavaş hazırladıq. İnanıram ki, videomuzu bəyənib kanalımızın genişlənməsi, böyüməsi üçün bizə dəstək olacaqsınız. Lülə kebabın üzərinə soğanla göyərti əlavə edirəm doğrayıb. İstəyə görə nar və sumaq da əlavə edə bilərsiniz. Allah hər kəsin evinə bol ruzi bərəkət nəsib eləsin və bizə dəstək olanlardan da Allah razı olsun. İnşallah növbəti videolarımızda görüşənədək salamat qalın, Allaha əmanət olun.